Salam uşaqlar, bugünkü mövzumuz tənlik qurmaqla məsələlidir. Səhifə 22. Başlayaq dərsimizə. Uşaqlar, keçən dərsimizdə tənlik qurmaqla məsələliliyini işlədik. Misal 7 də daxil olmaqla işlədik. Bugün isə 8-dən başlayacağıq işləməyə. Verilib 8-ci suala baxıram. Deyir ki, Əsmər nənə bişirdiyi qutabların 6-sını qonşusuna verdi. Uşaqlar, deyir ki, Əsmər nənə qutab bişirdi, düzdürmü? Nə qədər qutab bişirib? Cəmi nə qədər qutabı var Əsmər nənənin? Bilmirəm. X dənə. Deyirəm ki, cəmi X dənə. Cəmliyi baxırda X yazsın. Cəmi X dənə. Deyirəm, nə qədər verdi qonşusuna? Qonşuya 6 dənəsini verdi. Başlayaq ardını oxumağa. Qalanlarını isə 4 nəvəsi arasında bərabər böldü. Deməli, 4 dənə nəvəsi var. 1 nəvəsi, 2 nəvəsi, 3 nəvəsi, 4 nəvəsi. Hər biri arasında bərabər böldü, düzdürmü? Və hər birinə, hər nəvəyə 4 qutab düşdü. Buna da 4 dənə, buna da 4 dənə, buna da 4 dənə, buna da 4 dənə. Deyir ki, Əsmər nənə neçə qutab bişirmişdi? Uşaqlar, yazıram, X bərabərdir. X uşaqlar, bunların cəmidir yaza bilərəmmi? 6 dənə, üzərinə gəlsin 4 dənə, plus 4, plus 4, plus 4. Bu da bərabərdir, X bərabərdir. 10 plus 12 elədi 22. Deməli, Əsmər nənə nə qədər qutab bişirib? 22 qutab bişirib. Aydındır uşaqlar, bu formada təyin edirik. Keçirik 9-cu suala. 9-cu sualda bizə nə deyir? Sualda bizə nə deyir? Deyir ki, düzbucaqlı formasında olan rəsm çərçivəsinin eni 40 cm. Aha, çərçivə verilib. Çərçivənin şəklini çəkirəm. Bu oldu bizim rəsm çərçivəmiz. Və deyir ki, eni nə qədərdir? Eni 40 cm. Yazıram. Sözlə də yazıram. Eni 40 cm. Yadımda saxlayayım. Sonra çərçivənin perimetri isə 190 cm olarsa, P bərabərdir 190 cm olarsa. 190 cm olarsa, onun uzunluğunu tap. İndi baxıram suala. Dedim ki, eni nə qədərdir? 40. Bura 40-dırsa, düzbucaqlı olduğuna görə burada 40. Deyirəm, eni nə qədər, uzunluğu nə qədərdir? Bilmirəm. Nə yazım? X. Deyirəm, bura X-dırsa, burada X. Uşaqlar, perimetrini necə tapırdıq? Hər hansı bir fiqurun perimetri onun tərəflərinin cəminə bərabərdir. Düzbucaqlıda da bütün tərəflərini cəmləyəcəyik. Və yaxud da ki, yadınızdadırsa əgər 2 vurulsun A plus B düsturundan istifadə edə bilərəm. Bu düsturdan da yaza bilərəm. Problem yoxdur. Və yaxud da elə hər tərəfi cəmləyib yazda bilərəm. 2 üsulun ikisindən də istifadə edəcəm. Birinci bu düsturdan. Yazdım, P bərabərdir 2 vurulsun A plus B. Yəni, uzunluq nə qədərdir? X, üzərinə gəlsin. N nə qədərdir? 40. Vurulsun 2. Bərabərdir. Perimetrimiz elədir 190. Deyirəm, hər tərəfi 2-yə bölərəm. Tənliyi həll edəndə 2-yə böləndə bu tərəfi də bölürəm 2-yə, bu tərəfi də bölürəm 2-yə. 2-lər getdi. Qaldı X plus 40. Bərabərdir 95 cm. X bərabərdir. Hər tərəfdən 40-ı çıxaram. 40 çıxanda bu 40 getdi. 95-dən 40 çıxanda elədi 55. Deməli, uzunluğu neçə santimetrmiş? 55 santimetrmiş. Və yaxud da uşaqlar bu düsturu buraxıb, deyərəm ki, düsturdan istifadə edəmirəm. Bütün tərəflərini cəmləyirəm. X plus 40 plus X plus 40 bərabərdir 190. 2 üsulun ikisi də doğrudur. Fərq eləməsi hansından yazırsınızsa yazın. X plus X dəyişənləri bir toplayıram. 2X. 40 plus 40 sabitləri bir toplayıram. 80 bərabərdir 190. Tənliyi həll edəndə birinci hər tərəfdən 80-i çıxıram.
80'i çıxanda burada 80 getdi. 190 çıxılsın 80. 2x bərabərdir 110. Hər tərəfi burada vırdırsa, hər tərəfini 2-yə bölürlər. X bərabərdir 110'u böləndə 2 ilə də 55. Hər iki üsulla da uzunluğu nə aldıq? 55 cm. Bu formada təyin olunur. Gəlin sualın ardını oxuyaq. Deyir ki, onun uzunluğu nə qədərdir? 55 cm. İstəyirsinizsə yerinə qoyub yoxlaya bilərsiniz. Bərabərdir yazıram. 55, 55. Başlayıram cəmləməyə. 55 plus 55, 110. 40 plus 40, 80. 110 plus 80, 190. Həqiqətən də bizə perimetri 190 verir. Keçirik növbəti suala. 10-cu suala da bizə nə deyir? Sualda bizdən nə istəyir? Deyir ki, bir məntəqədən eyni zamanda əks istiqamətdə iki maşın yola düşdü. Uşaqlar, mütləq şəkildə məsələ işləyəndə, yolla bağlı məsələ olanda şəkli mütləq şəkildə çəkin. Ya isə deyir ki, bir məntəqədən əks istiqamətdə. Baxın, sualda bizə belə deyir. Bir məntəqədən, bax bu məntəqədən əks istiqamətdə. Əks istiqamətdə nə deməkdir? Biri belə gedir, biri belə gedir. Və yaxud da uşaqlar, sualı belə də verə bilərdi. Deyərdi ki, biri A məntəqəsindən istiqamətə başlayır, biri B məntəqəsindən istiqamətə başlayır və deyir ki, hər hansı bir nöqtədə görüşürlər deyə bilər. Uşaqlar, fərqli istiqamətlər baxın, burada fərqli nöqtələrdən başlayır. Burada isə eyni nöqtədən, eyni məntəqədən başlayır. Eyni məntəqədən dediyinə görə bu şəkildən istifadə edəcəm. Keçirəm, ardını oxuyuram. Görüm sualın ardında bizə nə deyəcək. Nə deyir? Deyir ki, bir məntəqədən eyni zamanda əks istiqamətdə iki maşın yola düşdü. Maşınlardan birinin sürəti o birinin sürətindən 10 km/saat çoxdur. Uşaqlar, birinin sürəti, deyirəm ki, birincinin sürəti, ikincinin sürəti. Birincinin sürəti nədir? Bilmirəm. X. Düzdürmü? Yaza bilərəm də, düzdürmü? Birincinin sürəti, bilmirəm, X. Digərinin sürəti isə bundan 10 km/saat çoxdur. 10 km/saat çoxdursa, deməli nə qədərdir? X plus 10'dur yazmaq olarmı? Problem yoxdur bura kimi. Birini x, birini x plus 10 yazdım. Bax, üstündə də yazıram. Bunun sürəti x olsun, bunun sürəti x plus 10 olsun. Yazdıq. Keçirik ardına. Maşınlar sürətlərini dəyişmədən hərəkət etməklə 1 saat sonra aralarında məsafə 170 km oldu. Hər maşın hansı sürətlə hərəkət etdi? Aha, deməli nə qədər saat sərf elədilər? 1 saat, düzdürmü? Uşaqlar, İndi sualın ardını işləyəcəm, heç. Sual burada qalsın. Siz mənə deyin görüm. Sürət hansı hərflə işarə olunurdu? V. Bu olmuşdu bizim. Sürət V hərfinə. Zaman hansı hərflə işarə olunurdu? Sərf olunan zaman. Zaman T. Bəs gedilən yol hansı hərflə işarə olunurdu? Gedilən yol S. Gedilən S. Düzdürmü uşaqlar? Uşaqlar, biz düsturda bilirik ki, gedilən yol bərabərdir. Zaman vurulsun sürət. Sürətlə zamanın hansını? Yəni, S bərabərdir. VT düsturundan istifadə olunur. Yadınızdan çıxmasın. S bərabərdir. Sürətlə zamanın hansını? V vurulsun T'yə. İndi, həmin düsturu bu sualda tətbiq edəcəm. Bura kimi problem yoxdur uşaqlar. İndi bunu bir daha qayda dəftərinizi yazın. Sonra ardını gedək. Mütləq şəkildə yazın ki, yadınızda qalsın. İndi sualın ardını
davam edirəm. Bu sən silmə. İndi mənə nə deyir? 1 saatdan sonra, deməli nə qədər zaman sərf elədilər? 1 saat. Bu da 1 saat yol getdi. Deyəcəm ki, 1 saata görəsən nə qədər getdi? Bu da 1 saat getdi. Fikirləşəcəm görüm, bu 1 saata nə qədər getdi? Onda deyirəm, gedirən yol, bunun gedirən yolu nə oldu? S bərabərdir. Sərf olunan sürət, x. Vurulsun zaman. Zaman nə qədərdir uşaqlar? 1 saat. 1 vurulsun x bizə nəyi verir? Elə x-i verirmi? Deməli, getdiyi yol x qədərdir demək olar. Deyirəm ki, bunun sürəti nə oldu? X plus 10. Bəs zaman nə qədər oldu? 1 vurdum 1-ə. Bərabərdir. 1-ə vuranda elə x plus 10-u verdi mi? Getdiyi yol. Bu hissəyə qədər problem yoxdur. Getdiyi yolları tapdım. Və deyir ki, onlar arasında məsafə. Biri burada oldu 1 saat sonra. Digəri burada oldu. Deyir ki, onlar arasında məsafə, bu hissə, deyir, oldu 170 kilometr. Onda uşaqlar, bu ikisini də getdiyi yol cəmləsəm, ümumilikdə bizə 170-i verəcək. Düzdürmü? Bunun getdiyi yol x, üzərinə gəlsin. Bu birisinin getdiyi yol x plus 10 bərabərdir 170-ə. Buradan x plus x, 2x, üzərinə gəlsin 10, bərabərdir 170-ə. Hər tərəfdən 10 çıxıram. 10 çıxanda burada 10 getdi. 170 çıxılsın 10. 2x bərabərdir 170-dən 10 çıxanda elədir 160. Burada vırdırsa, hər tərəfi bölürəm 2. 2-yə böləndə elədir neçə? 80. X bərabərdir 80. Bu isə aydındır uşaqlar. Deməli, birincinin sürəti nə qədərdir? 80. İkincinin sürəti nə qədərdir? 80 plus 10, 90. Şu, qurtardı. Aydındır uşaqlar. Bu formada tətbiq edə bilərik. İndi hər maşın hansı sürətlə hərəkət edir? 80-dən 90-dan yazıb qurtarırım. Keçirik 11-ci suala. 11-də bizə nə deyir? Gəlin bunu silək. Sonra 11-ə oxuyaq. Bizdə bizə deyir. Deyir ki, 1 kiloqram narinci 1,5 manata. Aha, yazıram. Narinci 1 kiloqramı 1,5 manat. 1 kiloqram portağal isə 2 manatadır. Portağal 2 manat. 2 manatadır. Aldı müəyyən miqdar portağal və bundan 2 dəfə çox narinci alıb. Cəmi 10 manat ödədi. O hər meyvədən nə qədər aldı? Aha, nə deyir? Deyir ki, bir daha oxuyaq. Aldı müəyyən miqdar portağal. Nə qədər portağal aldı? Müəyyən miqdar deyəndə nəyi nəzərdə tutur? Bilmirəm. Deməli, x kiloqram portağal aldı. X kiloqram portağal aldı. Keçirəm ardına. Və bundan 2 dəfə çox narinci alıb. 2 dəfə çox. Burada x kiloqram alıbsa 2 dəfə çox nə qədər edir? 2x düzdürmü? 2-yə vuranda 2x. 2x kiloqram da narinci alır. Və cəmi 10 manat pul ödədi. Bunu yazdıq. Deyirəm, başlayıram. Deyirəm ki, nə qədər pul ödədi narinciyə? 1,5 vurulsun 2x qədər narinciyə pul ödədi. Düzdürmü? 1 kiloqram uşaqlar normalda siz fikirləşin də. Deyəndə ki, 1 kiloqramı 1,5 manatdırsa, 2 kiloqramı nə qədərdir? 2 vurulsun 1,5. 3 kiloqramı nə qədərdir? 3 vurulsun 1,5. 3 dənə 1,5 ödəyirik. 4 kiloqramı nə qədərdir? 4 vurulsun 1,5. 2x kiloqramı nə qədərdir?
2x vurulsun 1,5. Üzərinə gəlinsin. Portağala nə qədər pul verdi? 2 manatdan x kiloqram. 2x manat pul verdi deyə bilərəmmi? 2 vurulsun x. Bu da bərabərdir. Cəmi elədi 10 manat. 2 vurulsun 1,5 elədi 3x. Üzərinə gəlsin 2x bərabərdir 10. 3x plus 2x elədi 5x bərabərdir 10. Hər tərəfi 5-ə bölsəm x bərabərdir 2-yə. Deməli, portağaldan nə qədər aldı? 2 kiloqram. Naringidən nə qədər aldı? 2 vurulsun. X'imiz neçə aldıq? 2. Yəni 4 kiloqram da naringi aldı. Bu formada təyin edirik. Aydındır uşaqlar. Baxaq, indi 12-ci suala da baxıram. Siz özünüz başqa dərsliklərdən də bu tipli suallara baxın uşaqlar. Mütləq şəkildə ki, əliniz öyrəşsin. Aha, 12-ci sualda nə deyir? Deyir ki, dəvə və quzunun birlikdə kütləsi 612 kiloqramdır. Və deyir ki, dəvənin kütləsi quzunun kütləsinin 39 mislindən 12 kiloqram çoxdur. Dəvə neçə kiloqramdır? Uşaqlar, quzu neçə kiloqramdır? Quzu, bilmirəm. X. Dəvə neçə kiloqramdır? Deyir ki, dəvə quzunun kütləsinin 39 mislindən, misli deyəndə nə ayırırdıq? Vururdıq. 39'u vurdum x'a. 39 mislindən 12 kiloqram çoxdur. Aha. Yəni dəvənin kütləsi nə qədərdir? 39x plus 12. Deyir ki, 39 mislindən 39 mislini tapdım. Hətta deyir ki, 12 kiloqram da üstünə gəl dəvənin kim verir. Və deyir ki, onların biri də kütləsi nə qədərdir? 612 kiloqram. Yazdıq. İndi cəmləyirəm. X plus 39x üzərinə gəlsin 12 bərabərdir 612. X plus 39x elədir 42x plus 12 bərabərdir 612. Hər tərəfdən 12 çıxıram. 42x bərabərdir. 612-dən 12 çıxanda elədir 600. Hər tərəfi 40-a bölürəm. X bərabərdir. 600 bölünsün 40. Sıfırlar getdi. 60 bölünsün 4 qaldı. X bərabərdir 15. Deməli, quzunun kütləsi nə qədər imiş? 15 kiloqram. Dəvənin kütləsi nə qədər imiş? 15 vurulsun 39, üzərinə gəlsin 12. O da eləyir bizdən 597 kiloqram. Bu formada təyin olunacaq. Aydındır uşaqlar. Mövzumuz uşaqlar bu qədər. Mövzunu bəyənsəz, bəyənməyi, abunə olmağı və şərh yazmağı unutmayaq. Sağ olun uşaqlar.